Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese selam. Nasılsınız? İyi misiniz arkadaşlar? Deməli, yorumlarda oxudum ki, yazıblar ki, Ofelia, sizə baxmaq maraqlıdır. Xüsusilə günlərinizi rutin olaraq bizimlə bölüşməyiniz, davamlı olaraq hər gün video atmağınız, bizi həyatınızın bir parçası halına gətirməyiniz bizi çox sevindirir yazıblar. Və əlavə olaraq da yazıblar ki, özümüzü sizlə yaşayırmış kimi hiss edirik. Mən də dedim ki, xeyr ola, əziyyətini mən çəkirəm, adı mənim, dadı sizin olur. İşte mənlə bir yerdə yaşayırsınızsa, mənlə bir yerdə də əziyyətlərə katlanmalısınız. O zaman bugün ne yapıyoruz arkadaşlar? O bir evden gelen paltarları birlikte yerbeyer ediyoruz. Neye göre indi gösterim. Niye bu kaos var? Bir saniye. Şəhriyar 5 qapını açıq koyup gedib. Şəhriyarın paltar çıxartma tempinə baxın bir dənə. Yəni həyat eşqim ölür ümumiyyətcə bunu görəndə. Deməli qızlar, bunlar o bir evdən gələn paltarlar, üst geyimləri, nə bilim nələrdir. Bunları yerbeyer eləmək lazımdır. Amma və lakin bir dəqiqə dayanın, tələsdirməyim məni. Mən 2 canlıyım, təngi nəfəs qaldım. Oturum 2 dəqiqə. Mən bu tempo ilə sabaha bitirərəm buranı. Deməli, bir ədəd sorunumuz var. Mən bu şkaflarda hər şey okeydir, əladır. Nəyi hara qoyacağımı qərarlaşdıra bilmirəm. Yəni deyirəm şalvarları asım, köynəkləri qatdalayım. Sonra deyirəm ki, şalvarı qattalamaq daha rahatdır da. Yəni bir dənə vıcıq eləyirsən, qatdalanır, səliqəli qoyulur ora. Amma köynəyi 2 saat qollarını arxaya elə, bir dəfə qatda, bir dəfə də üzünü qatda, mağazindəki kimi, vitrindəki kimi dursun. Ona görə bilmirəm hansını asım, hansını qatdalayım. Açıqda nələri saxlayım, çəkməcədə nələri saxlayım. Çox qərarsız qalmışam həddindən artıq. Ona görə siz mənə bugün kömək eləmək məcburiyyətindəsiz. Gəl, bir nəfər də qoşuldu. Deməli qızlar, Şəhriyarın bu şalvarlarını hələlik asmışdım bura. Bunları da qatdalayıb qoymuşdum bura. İndi bunları köç elətdiririk. Gətiririk bura, baxın. Görsünüz buranı. Bura düşündüm ki, baxın 1, 2, 3, 4, 5, 6, 7... Bayağı bir şalvar sığışacaq. Ona görə bu rəfi eləyirəm şalvar rəfi. Lap belə Şəhriyar özü tullayıb atsa belə yerə. Oradakı fakt kimi. Mən qatdalayıb qoymağım daha rahat olacaq. Çin burada bu qədər yer tutmağı. Ona görə bunları köçürdürük. Üst geyimlərini asırıq bura. Sonra baxırıq görək davamında nə edəcəyik. Hadi bakalım. Gerçəklər bugün gün üzünə çıxdı. Sizin xəbəriniz var. Bu mışok çox bilmiş artist, aftris, aktyor Şəhriyar. Deməli, özünü o qədər yazıq aparıb ki, buna hər paltar mağazininə girəndə bir dəst, 2 dəst, bir dəst, 2 dəst. Şu an paltarları yığanda fark edirik ki, hamımızdan zəngin Şəhriyardır paltar konusunda. Sərsəfir vəziyyətdə olan biziymiş. Amma ata hər... Aşkım gələn. Yəni eyni şalvardan 4 dənə var bu dəqiqə rahat arkadaşlar. Amma sənə bir şey deyim. Ata bugünə kimi 3 ildə aldıqlarının hamısını saxlayıb ona görə bu qədər çox paltarı var. Biz ləbləquj alarıq hər şeyimizi anormal, sərsəfil vəziyyətdə işlədən. Sizin şalvarlarınız boyunuza qısa olur, ona görə çox su yoxdur ortalıqda. Sən o fişi arıqlıysan, köçərsən, bilmək olmur səndə bədəndir. M olursan. Arkadaşlar, bura yığdığım paltarların çoxusu var. Bu dəqiqə əynimə olmur. Yəni onca belə şalvarlar olub. Aşkım, bunları hamiləlik vaxtı almışdım. İndi heç biri olmur əynimə. Hamişliyə görə almışdım ki, əynimə olsun şalvarlar. Olmur. Özün gör, səndə səhər bağladım, gördün düyməsi bağlanmadı. Hə. Geyinmirdim dünənə kimi, əynimə olurdu, geyinirdim də. Görməmişim sən əynində. Yalançının demiş amma. Adamın yadında qalmır. Arkadaşlar, bu dəqiqə əynimə tək olan şalvarım budur. Nahidə. Bunu da Nahidədən oğurlamışam arkadaşlar. Heç bir şalvarım olmur əynimə. Çox qarib. Nəysə, davam ki, çənəyə güc verməyək.
deyirəm. Deməli, ata geyinmə soyunma otağına girir. Əynin dəyişməlidir, indi çöl paltarındadır. Necə dəyişir? Bir dənə baxın bura. Açdım əsasını. Ayaqlarını çıxardır gizli belə. Hə? Qaldı. Əl dəyməz, heç əlim vurmaz. Düz deyir. Yəni qalsın da elə. Pişiklər nə eləsin? Qumu oxşuydu. Mən də olsam pişik mən də elə eləyərdim. Düz deyir arkadaşlar, öyle yapıyor. Yəni bu adət yəni kimsədə yoxdur məncə. Mən fikrimcə. Yəni atan ona görə pişiklər. Ata ilə düşüblər. Da deyirlər ki, Dafinkavı yerə atmadı. Deməli arkadaşlar, yerdən bir şeylər Ver düşürlər. şılkanı ver, sonra deyin. Ver şılkaları ver yerden. Sonra başlayasın deyinmeye. Oha, qıfıl deyə qıfıl, yarabbi. Zəbədə. İlişdirir. Hə, deməli yerə otururam, gözümə nə çapdı onu götürürəm də dostlar. İndi baxın. Bir diyorlu qoca nənəmizin, yəni Murad dayın gəlinin şərfi. Murad dayın gəlinin deyil əslində, Murad dayın gəlini tapıb. Belə deyir, sifətini göstərmək istəmirlər indi ilk başlanğıcı. Belə, mənim diyorlu şərfim var, sən onu taxarsan. Yəni bunun şərflərini nə üçün alır da, nə üçün alır? Sən nə danışsan? Bağlı kameranı, boş. Mən deyim 2 kəlmə mənalı. Səndən bu. Şərf bağlaya da bilmirəm bu qaftal. Belə eləməliyim sən Bilirsiniz niyə şərflərimi bəyənmir? Çünki işlədə bilmir. İşlədə bilmirəm, çünki taxınmayı bilmirəm. İşlədə bilmir ona görə. Xoşu gəlir. Bandanalar alıb. Bandanalara nə salmış? Bir ara trend idi, bilmirəm. Belə bağlayırdılar. Küçədən mısı belə idi. Ofiş onlardan görmüşdü, Sən düzəltdi. deyinirsən, mənə kömək eləmək gəlmirsən, deyinməyə gəlmirsən. Yox, bunu göstərməyəcəkdim, hə. Qəhvəsini də alıb hələ arzularsız. Bu məndən aşığına bax. Sən bura baxın, əslində pozulu paltar alaydın da aşkım. Yaralı evlat olaydın da. Amma bunu da Ayda. Mən temadan belə bir şey olsun, mənim başıma tupoy deyərlər mənə. Nədir? Mən dedin Aşkım, bu nə? Eynən belə bağlamışdı. Belə bağlamışdı Granados'un bir ara trendi. İş bulkalamışdı başını her yerinden. Kalmışdı böyle trend uşaqlar, trend. Nə qədər şərf oldu, heç birində işlətmir. Buna bax bir dənə, qurban olum sənə. 2 saatdır şkaf yığıram, şəriyyərin şkafı qutarıb da. Palto ilə pencəkdən başqa heç nə yoxdur mən şkafım. Valla deyəsən düz olmuş şalvar alıb, ancaq ayaqları trapez şalvarlar alıb. Həyatım, onu hamiləliyə görə almışam mən balam. Cins geyinə bilmirdim də ona görə almışdım ki, qoy sıxmasın qarnımı. Bunlar görüm gülməyim gələ Allah'ım. Onları elə götürmüşkən qobura əyilə bilmirəm yerə. Baxın da bir yeşik ancaq belə. Məryəm, deyinirsən, çox deyinirsən. Mən sadəcə izləyicilərə təvsiyəm bildirirəm. Siz də o fış kimi hərəkətlər eləməyin. Sizə də belə təvsiyəm olsun. Deməli, qızlar bitdi. Xalçanı Məryəmlə birlikdə çırpdıq, yerdən götürdük. İndi sizə göstərim. Baxın, bura şüşə gələcəkdir. Bilirsiniz, hal-hazırda bunların arasında şüşə yoxdur. Şəhriyarın bütün şalvarlarını yığdım bura, sərgi kimi tək-tək. Yəni buradan şalvar dağıdıb götürmək üçün manyak olmaq lazım. Çünki üzünə baxanda bilinir ki, bu Əlidir, bu Vəlidir, bu Pirvəlidir, nə bilim, hamısı bilinir. Daha sonra Şəhriyarın 2 tənə burada gəzmək köynəyi var, onları yığmışam bura. Bura maykaları falan yığırıq arkadaşlar. Bura sport köynəklərini, futbolkalarını yığmışam. Buranı bağladıq. Hələ nə qədər paltarı var o evdən gəlməli. Bundan da bitmir yəni. Burada üst daha çox şeylərini yığmışam. Kurtka.
və sport dəstlər, hansı ki şalvarlı, jaketli dəstlərini yığmışam. Şəhriyarın serüvəni burada bitdi arkadaşlar. Sən Özümün də üst geyimlərimin çoxsunu bura yığmışam. ofşun fotolar çox ağırdı. Ofşu bir tərəfə yükləyib əyli bir şey. Yox, bir tərəfi yükləməmişəm. 2 kurtka ora qoymuşam, 2 palto ora qoymuşam ki. Başqa bir şey deyim, çox qəşəngdir. Bunlar rəng qatıb sən şkafıma deyim biləsən. Amma heç biriniz sevmirsiniz onları. 4 dənə cinsim var idi, atdım bura. Cinslərim çoxdur. O birlər də gələndən sonra yerini dəyişərəm yəqin ki. Burada sport dəstlərimdir arkadaşlar. Yəni bir-birinə aidiyyatı olmayan dəstlərimdir, dəstləşdirmişəm. Burada klassik köynəklərim, kəmərim. Burada futbolkalarım, karset, nə bilim şərflərim falan, köynək işte. Sonra burada pijamalarım, gördüyünüz kimi. Şu, bu kadar. Bunlar da bu kadar. Uşaqlardan çıxan bir iki parça vardı, onları da yer-ber elədim. İndi ne edirik arkadaşlar? Hər şeyi yığmışam, göylərə qaldırmışam. Bir dənə polları tez pilsoslayıb silirəm. Sonra biraz makyaj masama baxım eləyirəm və işimiz bitir. Getdik. Deməli, həm süpürəm, həm siləm. Aparatın dərmanını tökürəm, qızlar. Bunun dərmanı var. Hüf, anneciğim zəhərlənmə bir dənə sən. Evet. Bu dərman qutarandan sonra keçəcəyik normal polu silmək üçün işlətdiyim xlorlara. Hələlik bunu aparatın üstündə veriblər deyə bunu işlədirəm. Все, mən başladım. Getdim. Görüşürüz. Tam. Qızlar necə oldu? Baxın, nə etdiyimi deyim. Polları sildim, süpürdüm. Xalçanı qəşəng sərdim yerinə. Makyaj masasının başını, daraqlarını, üstünün tozunu aldım. Burada lazımsız şeylər vardı, onları atdım. Bir də xırda bir dəyişiklik elədim. Bu güzgünü otağın dörd bir tərəfinə daşımışam bayaqdandan. İnanırsınız, ora sürüyürəm, bura sürüyürəm, ora sürüyürəm. Axır uşaqlar şikayət edirdi ki, bu küncdə baxa bilmirik güzgüyə. Gətirdim bura, burada çox boğuldu. Bu yanında, bu ortada, o bura belə boğunuq göründü. Ona görə qaytardım təzədən bura. Güzgünü qoydum bu hissəyə. Misal üçün biri şəkil çəkdirir. Baxın, ayna düşür istəsə şkaf düşür. Həm də kirli səbətini burada gizlətmiş kimi oldu. Misal üçün qapını açanda orada maykaların və s. qoyulduğu kirli səbəti var. O görünmür, gizlənir. Bir də kombi görüntüsündə biraz itirmiş oldum. Düşünürəm ki, belə daha yaxşı oldu. Nəinki bayaqki kimi. Bu otağın təmizliyi, paltarlarımı yer-bəyər eləməyim zadım hamısı demək olar ki, bitdi. Gidebiliyiz. Baldızım mənə yeni kuşon hədiyyə eləyib, Tanalni. Tırtır marka bir şeydi. Hər kəs sınamışdı, mən sınamamışdım arkadaşlar. Artıq benimdə var. Şittim tutub. Səhərdən də iş görə bu butulka tam doluydu arkadaşlar. 1 litr idi. Cəmi 350 millilitr qalıb. Nə qədər su içmişəm. İş görəndə vəbşə çox susuyuram. Dəhşət. İndi sizə elə bir dağınıqlıq göstərəcəm ki, həyatda ən sevdiyim pintilik növü ola bilər. Yəni bu otağı əziyyət çəkib yığışdırandan sonra ancaq bu dağınıqlıq məni xoşbəxt eləyə bilərdi. Ancaq bu pintilik məni sevindirə bilərdi. Hazırsınız? Tam. Arkadaşlar, parfümlərimin hamısını açdım. Hamısını. Nə qədər Şəhriyarınkilər də, özümkilər də. Bunların açılışını çoxdan da eləməliydim. Neçə gündür yubadırdım. Məndəki səbir arkadaşlar. Yəni bunu necə yubatmaq olar da bu həzzi. Nəysə, videomu çəkdim. Çox qəşəng asmır videosu çəkmişəm. Şimdi anladınızmı neden odayı temizleme həvəsinə girir? Yox, şaka. Otağı buna görə təmizləməmişdim. Amma ki, dedim day təmizləmişkən bu qədər əziyyət çəkmişəm. Yenidən nə qədər dağılmayıb tez videomu çəkim. Evet.
Çox qəşəng parfümlər ekləndi yeni kolleksiyama. Bombshell arkadaşlar, Lancome Idol, sonra Tom Ford Velvet Orchid. Kayalını mən işlətməmişdim heç, ilk səfərdə alıram. Versace'miz var burada bir dənə, Versace. Prada'mız var. Kokusunu merak ettiğim bütün ətirləri yığmışam bir araya. Bunu çox övürdülər, bir də çox pisləyirdilər. Mən bəyəndim şəxsən, çox qəşəng parfümdür. Şəhriyarın mənə zorla aldırdığı, bayıla iynədiyi həmin o parfüm. Bunu ümumi otağıma qoyacağam. Yəni bunu eləyirəm. Şəhriyarın favori parfümləri siyahısına əlavə eləyirəm. Bunlar da işte Şəhriyarın parfümləri. Yazıq. Bir dənə, iki dənə burada belə araya qatışıb. İndi bunları qəşəng yığacağıq. Baxın. Yeni aldığım bu orqanayzerlərə. Shorts bölməsində videomu paylaşacağım. Baxarsınız, çox keyifli bir video oldu mənim üçün şəxsən. Göstərdiyim parfümlərdən hansını daha çox bəyənirsiniz qoxusunu? Bu arada reklam deyil, həqiqətən reklam deyil. Elsa Parfümers'dən almışam arkadaşlar. Baxın, Instagramı falan da burada var. Çox münasib, yəni necə deyim? 10 dənə birdən dux almaq istəyirsinizsə yazın o səhifəyə. Həqiqətən belədir. Nəysə, bunları yerləşdirim, qalxaq yuxarı. Əsin ağzı dünən deşili, baxı üst damağı, çöp girib ağzına. Ona uşağım acdır, heç nə yeyə bilmir, nə yeyir, incidir. Ona görə gecə ilə ona düyü supu eləyəcək. Arkadaşlar, zar-zor razı saldım onu ki, heç olmasa düyü supu eləyim. Onu ye, ac yatma. Sudan başqa heç nə içmək istəmirdim. Mənim vicdan əzabından ölürdüm ki, bu ac yatacaq. Ona görə qalxırıq yuxarı indi annelik eləməyə. Hadi bakalım. Clean girl'lüyü zamanı bitti. Arkadaşlar qırğın var. Qırğın var. Rabia Məryəmin Adamım var. şüşəsinə. Vay. Sən niyə on abur cuburunu oğurlayırsan? Oğurlama. Oğru. Səni də alıblar da. Oğru patladı ya. Oğru patlattı mısın? Oğru. Nə işin var uşağın abur cuburu ilə? İt adam. Nəysə. İvan adam. İt köpək. İt var. İt bu. Sana eşek. Burada it var. Bir-birinizə it deməyin. Benim de. Başladılar deyənə. Mobil gün siz her yeri tez çarpanır. Xəstədirlər. Bizim gecəmizə bax da. İçine adam gelsin benden alabilmez. Ben onu seviyorum. Nə danışır bu Məryəm? Rabia nə danışır o? Dişləri yanağın. Az bırax. Nə söhbətdir o? O nə söhbətdir? Din. Neyse mahnut da aşkım mahnut okuyup Kur'an'dan da olsun. Niyə sən qıcıq oldun ona mahnı oxuma? Orada da Ben təmiz. al böyle çünkü. Çünki niyə? Sən nə əlaqən var o mahnı ilə? Ama video çekil orada. Hə. Ay da bes iğrenç. Yaxşı, qırışın mən sizə dəyməyim. Ya o başlayacak. İçine adam gelsin. Şu cilimi benden alamaz. Oh my god. Dedi ki içinden evlenmeyeceğim. Xəstədirlər. Baba elinde çay tıkı adı nedir? Elinde çay Mamulik. Mamul. Nedir çadır? Mamulik. Anne onu koydun? Kıza mamulik yana çıkırttı. Ona okşamış. Onu okşayır. Prosta saat koydu. Mənkisi adı Seymullah'dır. Elhamdülillah. Eləmə. Estağfurullah. Eşillah koyma. Semulla ne demekti ki? Seymulla deməkdir. Ay yok. Eləmə də eşək. Baxın dostlar, sizin gizlətdiyi sirləri var. Baxın, göstərirəm sizə. Baxın. Bismillahirrahmanirrahim. Sən hardan çıxdın? Tako bəy, siz hardan çıxdınız? Dostlar, sizə bir dənə söz deyim. Ümumiyyətlə evdə usta tapanda 1 manat aşağısını danışır.
1 manata öyle milyon dənə işi məhv eləməyə yerinə 1 manat artıq belə normal iş gördün Allah'ın. Taco Bey Ya. çox pula qənaət elədi. Ona görə indi Yox, işə düşüb. qənaət söhbəti yoxdur. Burada heç bir qənaətli iş yoxdur. Sadəcə olaraq bax gəlmişəm, hamam tualet təhvil almışam. Qurban olum, hamam tualeti mən alanda kafeli başqa rəngdə idi, indi başqa rəngdədir. Kafel o yana qalsın. Kafellərin arasını doldururlar, su vursan arasında doldurduqları şey gedir. Bilmirəm bunlar nə vururlar, nə işlədirlər. Özə bir yerə silikon vurmaq üçün bütün əllərini silikon edirlər, divardan da yapışırlar, untazdan da yapışırlar, duşdan da yapışırlar. Bunlar nə edirlər? Əllərinə şey vurublar, nə deyirsən, silikonu. Spider-Man kimi gətir divarlara yazırlar. Bunlar nədirlər, dəyişirlər, bunu aldın, silikonladın, vurdun, əlini sil, başqa yerə vurma da. Sən orada işləyirsən, ona pul verirəm də, sənə də pul verirəm, onu düzəltməyə də pul verirəm. İndi gör nə gündəyim, mən Allahın adından olsun. Taco Bey, əsəbləşməyin. Gedən bax. Heç də olmaz. Prosta məncə ustaların dərsini verin, sizə deyirəm. Aşkım sən neçə şey alırsan? Ustaları qovunuz. Oh my Sheila! Baxın, ata bura nə edib dostlar? Yapışdırdı, mən kömək elədim. Mən elədim daha doğrusu, mən yapışdırmışam. Zarafat eləmat yapışdırıb. Oyda, hayda, saçım elə Növbəti gündən hər birinizi salamlayıram. Arkadaşlar, yuxudan təzə durmuşam. Şako burada kartoşka soyur, mən kömək eləyir. Gedib bazarlıq eləyib. Uşaqlar evdə yoxdular. Əsnat evdədir arkadaşlar. Rabişlə Məryəm evdə yoxdular. Onları götürənə qədər kahvaltı eləyəcəyik. Yemək pişirməyi planlaşdırıram Allahın izni ilə. Bir də baxaq görək bu mənsiz marketə gedib bir şeylər ala bilibmi? Yoxsa sadəcə ekonom paket alış-verişmi eləyib? Ona baxaq, ondan sonra keçək zavtraka. Burada ekmek görüyorum hocam. Aşkım nə almısan zavtraka zarafatsız? Ekonom? Ən ucuz kalbasanı aldım, ən ucuz pendir aldım. Ən ucuz kalbasa bəlkə yaxşı deyil. Yox, hələ ən yaxşı ucuzlardır. Bahalarda xəstəliyi var, bahalarda Yumurta alıb nə qədər yumurta? yumurta xeyir. Kalbasa alıb, pendir alıb. Fişa. Bu qədər. Ne, zavtırda kebab yemeyecek. Kebab olmasın, sarı pendir ola bilərdi. Ne pendir? Sosis hə o ağdır da. Sosis sarı ola kök bilərdi. tökürsün. Sarı kök niyə tökürəm üstünə? Eyni dadı verməyəcək. Sonra o yağlı pendirlər var ha sarı rəngdə. Ondan ola bilərdi. Dədinin evində yersin. Dədimin evi yoxdur, anamın evi var. Anamın evində yemişəm. Anam o gün almışdı biz orada olanda. Evi hadi sen getir orada yersin. O zavtırık orada yersin. Sonra zeytin ala bilərdin. Her evinde maksimum yiyebileceğin zavtırık bunlar. Zeytin ala bilərdin aşkım. Avokado. Ne dedem zeytin görür, ne. Yalan danışma. Dədən gələndə zeytin gətirməmişdi Türkiyədən. Göpə bassan O da dədəmin. yazık indi Türkiye'de ancak zeytin görür. Zeytinden başka işine de yatırmamıştı. Sonra avokado ala bilərdin. Avokado bizde insan adıdır. Sən bilirsən, Avokado yemir. sən bilirsən mənim bəbəm üçün avokado nə qədər vacibdir. Mən hamiş olan Məzəranmı? heç avokado yeməmişəm. Hala məndə uşaqların heç bir avokado yoxşamır. Hələ ki avokado ilə qidalanan uşağım yoxdur. Sonra mürəbbə ala bilərdin. Reçel, mürəbbə, reçel, cem yəni. Reçellə. Cem. O, Skuşonka ala bilərdin. Oo. Hə. süt almışım. Hesopla qarışdırma olsun süt. Sən söz çatdırmaq olmur. Krisa. Kilise dönür. Krisa olmadan kris olmağı bacarsan. Yox, heç kilise olmayı bacarmır. Aşkım. Hər mən kimi kilise olsun. Sən bir dənə söz deyim. Gecə kəkli otulu çay dəmləyəcəm, oturaq çay. Şeydi, gecə arkadaşlar termosumu unutmuşdum geyinmə soyunma otağında. Oradan bura qalxmam, düşməməyin, buradan ora düşməməyin dərdindən səhərə qədər susundan var ha, ağac kimi quruyub başım. Allahın olsun. Bu mənə Allahın bir stəkan suyunu gətirmədi. Gerçi bu mən susuz olduğumu bilmirdim, amma nəysə. Gedim çay dəmliyim, zavtırk eləyək. Əsnat da dur quzum, o da bizlə bir yerdə zavtırk eləsin. Günə başlayaq. Haydi, let's go. Sivir.
Evet arkadaşlar, minik junior kahvaltımız hazırdır. Ben Əslimin boğazı deşiydi, o yeyə bilməyəcəm. Yumuşaqdır. Süt almışam onun üçün. Yumuşaqdır aşkım. Peki. Süt nə yiyəcək uşağın zavtırıqda? Baxma. Sütlə nə? Ay, qaynardı, qaynardı. Yandı ağzımız hə. Aşkım nə gözləyirdin ki? Kartoşkadır da. Qaynardı, təzə çıxıb tavadan, ölüm sənin üçün. Çayları süzürəm. Əsnatı gedirəm, oyadıram arkadaşlar. Bəh, 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 bəh. Əsl istədiyim kimi zilqara çıxıb arkadaşlar. Şəhriyardan sonra məndə travma qalıb. Çayı açıq eləyə bilmirəm. Buyurun. Əsnat! Ay Əsnat! Əskuşa! Ay Əskuşa! Gedim ondur kızım. Neyse arkadaşlar biz gittik kahvaltıya. Yey içey enerjimizi toplayaq. Geri dönüşümüz güzel olacak. Haydi. Hoş geldin Məxmirə. Nəfəsdən çıx, bizdə Məxmirədir. Günaydın, günaydın. İzləyicilərə də günaydın dinən. Günaydın. Ağzın necədir? Əla, süper. Bugün axşama lap yüngülləşəcək. Arkadaşlar, Rabiyə ilə Məryəm yoxdur. Bu pısnat nə edib bilirsiniz? İzləyicilərin verdiyi bütün abur-cuburları tıxıb, Nesquik'də demək olar ki, bitirib. Ay Allah, yoxdur içində. Əsnat, sən nə eləmisən Əsnat? Səni gəlib öldürəcəklər bu Nesquik'i burada tapmasalar. Nesquik'i bitirib, kinderlərin hamısını yiyib, abur-cuburların dibinə çöküb arkadaşlar. Rabiyə gələndə var ya, səni 2 tikəyə böləcək, xəbərin olsun. Bilirsən də yəqin ki. Yalandan dinən ofuş yiyib. Mənim boynuma at. Mən səni qoruyarım. Yaxşı. Dünən Məryəmi oda atdım, amma səni qoruyacağım. Şəhriyar arkadaşlar, gedib Məryəmlə Rabiyəni götürməyə. Biz də burada Əsnatla oturmuşuq. Gözləyirik evimizin digər 2 neşəsi gəlsin. Biri gülüş manyakı, dayanmadan səbəbsiz yerə gülür, özünü saxlaya bilmir. O biri də deyingən qarı. Gözləyirik gəlsin. Arkadaşlar Şəhriyar getdi məxmirələri gətirdi. İndi oturublar bunlar yemək yeyirlər. Sən o biri məxmirələri yemir ha. Məktəbdən gəl bir yemir. Sürprizim var. Nə sürprizi? Nə sürprizi? Aa, kraskaladılar. Qəşəng arkadaşlar. Rəngi bu olacaq. Allah. Çox gözəldir. O hamama çox qəşəng yaraşacaq bu moydador. Əsl mən istədiyim kimi. Materialı su keçirməyəndir. Nəm götürməyəndir. Ay çox sevindim. O biri hamamda şişirdi, şkaflarımız su dəyirdi, şişirdi. Bir dənə bu mən çox yerdə fikir vermişəm ümumiyyətlə. Çox sağ olsunlar həqiqətən. Mən yaxşı ustanı həmişə tərifləyirəm. Yaxşı olmayanda deyirəm ki, odur yəni. Top haraydı bura? Topkapı. Adı yadımda qalmır. Topkapı keramika. Düzdür. Çox gözəl əl işləri var. Çox gözəl əl işlərindən əlavə də şeydir. Vaxtında çatdırılmalar var. Biz 5 gündür sifariş vermişik də. Düzdür. Kraskası da vuruldu. Maydadır o keramika hissəsi. Nə vaxt gəlir bəs? Prosta səhifələr mən çox maraqlıdır. Mən məndə Instagramda səhifə itir. Məndə var. Topkapı seramik yaz gələcək. Topkapı seramik. Qıyla. Neçə günə gəlir sən onu dinən? Bu çox sağ ol həyatım. Burada. Bəli, neçə günə gəlir? Bax. Rəngi də buradan seçmişəm bax. Bax. Baxın. Bu rəng olmalıdır. Bu tündü də var idi. Şokolad da qəşəngdir. Hə, şokolad da qəşəngdir, amma bizim hamamın rəngi biraz açıq idi deyə. Bizimki belə olacaq. Baxın arkadaşlar. Bu üstü də buna oxşayacaq. Buna oxşayacaq, amma belədir. Bizə amma krantın forması da belədir. Hə, krant içi zadı hamısı belədir. Allah.
Süper. Necədir arkadaşlar seçimimiz? İndi Puanlayın. o gəlsin bizə böyüdü. Bax belə bir şey yıxılasaydı baba. Belə altı belə bir şey, üst güzgü Allah. sensorla zadla. Süper. Çok qəşəngdir. Həqiqətən. Halal olsun sənə. Vay oğlu. Eyni anda dediyi eyni sözü. Merhaba sen o biri... Buradan da Topkapı'nın işçilerine çok salamlar. Həqiqətən sağ olsunlar. Onu da deyim ki, elə bizim izləyicimizlə. Demişəm bunu. Şey Mən bilirəm. Merhaba sen o biri məxmirələrin yemək yemirəm. Məxminələr. Gel görün bura. Bir gel izleyicilerime salam ver. Başa düşdük yorğunsuz, nastroyeniyavız yoktu. Nasılsınız, iyi misiniz? İzleyicileri növbəti gündən siz də salamlayın. Salam. Merhaba, aç deyilsiniz siz. Bütün günü enerji xərclə, qaç ora, qaç bura, yemək yemə. Deyilsən aç. Heç nə demirəm. Sənin sözüm yoxdur. Şey görsən, bura. Bizim belə olacaq. Çox qəşəngdir. Bax belə, eynən bax bunu sifariş eləmişəm. Super. Alt şkafı da belədir, yuxarısı da belədir. Bura güzgü də sensorlandır. Əla, super. Ya Topkapı'nın düzəltdiyi ən böyük şey ola bilər. Maydador. Maydador. Mən bir sən nədən qorxuram? Bu evdə biz çoxlu güzgü qoydurmuşuq. Bizim o evdəki güzgülərimizin hamısında qara-qara ləkələr var. Yox, onu da dedi ki, güzgüdən güzgüyə fərq var. Güzgü var yanandır. Yəni qaraltılar düşür ona. Düşmüşdü. Mənim makyaj masama da, hamama da düşdü. Axırdan axıra hamama da düşdü. Amma bu güzgünün heç birində xallanma, mebelində şişmə, keramikində nə bilim, nə. Yəni bunların heç birisi olasıdır. Allah, super. Və işlərində sağlamdılar ya. Heç bir şəhidlər yoxdur. Mən hər yerdən baxmışam. Bütün kommentlərdə oxuyum. Bilmirəm sənlə bir yerdəydi. Nəysə, arkadaşlar. Qoy hazır olsun. Bu necə bacıvı çağırmaq? Hazır olsun, hazırlanandan sonra tam hazır şəklini paylaşacağıq. Ondan siz ekranları plan edəcəksiniz. Bunları yedizdirdim arkadaşlar. Bugün kuxnadan çıxmamışam. Səhər açılandan ancaq mətbəxdəyəm mən. Da çıxıram buradan. Şö, getdim mən. Bunlar da yemək yemirlərsə şö. Mənim burada çağırmayın, hə? Həyətə? Mənim həyətdə nə işim var? Sənlə mənimlə nə bilim, sən özün təklif elə. İndi Əsnafla həyatda oyun oynayacağıq. Ofişdə gəldi bizi seçməyə. İstəşəm də götürək, seçmə. Oynamırsınız, hə? Məriş telefonu baxın. Hə. Birinci şey qab götürüyor, bu şurada şirkətləri bizə yox. Sən cipsi tutaya bilər. Kostuşkun hansı qab götürüyor? Aşkım, mən təzə servis qabları həyətdə qaçdı tutdu oynamaq üçün sizə verə bilmərəm, bağışla məni. Hansılar götürüyor? Ne götürüyor? Şirniyyətləri götür düz maşının üstünə də. Bunu korkulan səvəl edəcək. Hə, klokundan şirniyyətləri bir dəfə, hə, yeyəcəksiniz orada. Hədə. Ben oynayacağım için birimiz qatacaq. Maşın çizgiləri onun üstünə qab qoysaq ömrüm. Kloka yığın onda. Çünki şüşə qab üstünə, maşın üstünə qoymaq plastikası çizgilir. Götürək. Sən sevirən cipsi Ben götürək. çok Bir dəqiqə, onda çipsidən oynayırsınızsa mən də oynayıram. Mən siz Aşkım yeyin. sen ne qatacaqsan? Mən niyə qaçıram ki? Bir Mən- gördü ofisçi hal satamır belə. O bizlərə biz Böyle ye. Mən bilirəm də daş kağıt makas elədik, misal üçün. Mən uduzdumsa mən gedib gəlinə qədər Rabia'nın yeməyə vaxtı var. Lap yaxşı, daha çox yeyəcəksiniz. Yok da sen çok yersen bir gördü de iki alırlar. Sən məni görün narahat olma, mən hər şeyin üstəsindən Bundan gəldim. götürdük. Zəhərlənmək istəyirsən, sən bir dənə çipsi götür bəslə. Aşkım şey neydi biz? Əsl cipsi yeməyəcək. Onda əti üçün şey götür, yumuşaq şirniyyat götür. Şey koy. Emində köpək. O da bak. O da bəkdir. Bunu Onu götür. Mersi. nə istənməz? Rabia bu gedişlə deyəsən Bu heç isə nə. leopar. Bu isə çakmaydı. Bu Nə isə oldu ayəsi, sən heç nə Yaxşı istəmədin. sən gəlmisən. Gəl, başlayaq oyuna. Haydi götürün onları. Mən də bunları yudum, bitirdim. Deməli arkadaşlar düşdük həyətə taş kağıt makas oyununu oynamağa. Bunlar elə bilirlər mən iki canlıyam da xəbərləri yoxdur ki mən burada nə potensiallar sərgiləyəcəm. İndi baxın görün arkadaşlar.
İşte birdən taş, kağıt, makasda yəni bəxtim gətirsə, o ucu şans məsələsidir. Geriyə qalanını bana bırakın. Bakın bakalım bir dənə bir dənə çöp bile bulacak mısınız yeməyə? Qazansa var. Burada heç nə qalmaz biz qatıb gələnə qədər. Mən hamısını eləyərəm. Deməli buradan o kranta qədər gedib gələcəyik də, düzdür? Hə, arkadaşlar, burada qururuq kamera ilə yeməkləri. Buradan həyətimiz dağınıq düzürlü sayın. O kranta qədər gedib gələcəyik arkadaşlar. Görək Neynəsin? Gaza qoy. ən çox yeyən, ən çox yemək yeyən udsun. İzləyicilər qərar versin də ən çox kim yedi onların fikrincə. Ən çox yeyən udsun. O biri 2 nəfər bugün onun köləsi olsun. Tamam. Məncə yaxşı fikir. Davay. Kameranı yerləşdirin, başlayaq. Məryəm burada yeməkləri qurub. Yeməklər əslində kameradan hündürdə olsa zor olardı. Necə 4 oynayacaq? dəfə necə oynayacaq? Üç nəfər qazansa, kim qazandı da? Kim onda əl üstü oynayaq? Əsə gəlsin. Nə oldu? Mən onda əl üstü eləyək. Tamam, Əsas Əsas gəl. Əsnad! Əsnad. Özü çox eşitməməz. Yalandan eləyir. Niyə? Bilmirəm. Əsnad. Üç nəfər rahat paşama kazanır. Tamam. Amma bir dəfə yeməlidir. Ağzından bilinmirdi gün cipsi. Davay. Yiyəsən, heç olmasa bilindirməyəsən. Gəl. 3 nəfər necə oynayaq? Paşama Aşkım mən qasını şalvarımı düşərək. Aşkım bir nəfər qazandı, bir nəfər, iki nəfər qazandı, ikisi də birdən yedin. Yəni belə də. Davay onda. Taş, kağıt, makas. Mən unuttum. Şunun tipine bir bak. Şuna bir bak. Ayırma. Yoksa. Aşkım girme. Aşkım. Sarsı oldu bize lan. Gülme. Gel. Yaxşı dur. Taş, kağıt, makas. Git. Mən də qazandım axı. Ömür 5'ten hamsi yedim. Ha. Boğuldum, rəng bulandı. Ay aşkım cipsi. Ama. Həm şalvarım düşər, həm ayaqqabım çıxır. Neyim? Gəlin. Sakın gidip yuxarıdan biraz bir şey gətirər. Ayda! Ay, yeme koyarım. Ağzına, gülme.
Ah, kusacağım utançtan. Ay ben ömrümde çok az böyle rezillik gördüm. Anneciğim affet beni. Ne olur bağışla beni. Affet canım kızım. Öyle mi oynama bizden? Ben dışlıysan. Ben çağırım vardı. O zeytin var ya. Kusturasa bizi. Zeytin ne günah var yazın zeytini. Aşkım emin değilse çipsin amın dar şeymiş birleşir. Emin değilsen çipsi yemeyin. Berbattı tadı. Sen ne yedin ki? Sen niye buradasın ki? Sen niye taze çips açsan ki? Aşkım dişi tutardın da. Yenmedi hiç biz. Pisi geldi. Tabii bağırma. Gelin. Artık of shit de burada. Ağzında bir tabi. Öcümüyün, kusarsız öcümüyün. Kimde öcüyen? Öcüyü diye bu benden bir yerde. Onu görüm sonra öcümümden ne var? Aşkım çok pis kusuyor. Bir şey değil, bizim mədəmiz yazıq diye belə yeməyi qatıb. O mədə nələr görür? Emimdinsə çipsi ağzımda qaçışdı, qusmaq dadı verdi. Bilirsən də yəqin. Xeyr ola. Həkimə göndərəcəm bu videonu. Həkimimin nömrəsi var axı səndə. Götürərəm səni. Aa, TikTok'da mı da? Gece tez yatır götürürüm. Bitir. Oyunsuz geldiğin yüzünüz var. Sen. Saat boy diye. Aşkım sana falan. Aşkım kusmaya gelmiş ye. Uşaqlar, Tomatı renk bulandırma. özünüz yorumlarda səmimi yazın. Ay Allah, mən nə gündəyim. Ben daha çok yedim. Ən çox mən udmadım. Biz bütün MMD'ler tuşlu ağzımızda. Mən nə elədim? Sen de Sen bütün zipsini yedin. Evimdənsə kim yedi qustu bəs? Sen 3 tane orada kalmıştı. 3 dənə qalmamışdı, Qur'an and olsun. Ən çox kim udub yorumlarda siz yazın. Sen yazdın. Sen udun. Bu arada oruç olanlar bu Kusmusan videoya ben. bakmasın, iftardan sonra bakarsınız. Nə tez dedin sən bunu? Kusarsız ya. Nəysə siz oynayın, mən Sen getdim. Yapma, çek. Çəkin. Ha 2 dakikada iş kapırdı. Yaxşı, tamam. Aşkım. Ya Allah, başla. Aşkım magasını hem şalvarım düşür, hem ayakkabım ıtır qalır. İndi sən məni təsəvvür elə, həm nəfəs ala bilmirəm, ağzım doluydu bu xıttəyimə kimi. Həm də ki çocukum var idi qarnımda, qaça bilmirdim. Elin gitti. Ərim hara getdi? Bilmem bak bir su da. Boş ver, qızlarım yanımdadır. Nə istiyorsunuz? Abla, sana nə oldu? Aşkım bu cipsi de yiyeceğim. Ben yiyeceğim. Nereye diyor bak. Eve kalmıştın aşkım. Siz inanmırsınız, mən boğulurdum, Qur'an and olsun. Çipsinin balaca parçası getmişdi nəfəs boruma. Davay. Tabii ya da. Rabi. Hayır. Davay Rabiye. Çiçirası oynayamayacağım. Dur. Sensin ha. Davay, davay. Gel. Ye Məryəm. Nə bacardın tıx Məryəm. Bas Məryəm, bas, boğulma Məryəm. Məryəm boğulma Məryəm. Hə, bu yana, hə. Çok pırsın sana. Baxım. Ay Allah, məxmirə. Soram, davay, ay yavaş. Davay. 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 Nə oldu sizə? Get Məryəm. Rabi neysən? Rabi çipsin ye. Aa, 2 kek sıranı birdən bastı. Sən ağzın o boyda böyük. Öcə yavaş boğular. Kek sıra bitti. Kek sıra bitti. Ölürlər bunlar. Bu davam ki.
Size soktan sıra üstünce. Yo, məndən sonra aha deyənin də bunun ürəyi getdi. Ya Allah. Boğularsan, ehtiyatlı ol, qurban olum. Məndən eybi yox. Mənim gördüyümü görmüşəm, yaşadığımı yaşamışam. 23 il Allah mənə möhlət verib sağ olsun. Sən hələ 13 ildir. Yiyip bitirene kadar olmaz. Heç olmasa bir 50-60 il yaşa. Sizin de yerin. Yaxşı oldu elə qoy həzm eləsin biraz. Ay Allah. Ay Allah. Boğulurlar ben. Get. Haydi Meryem. Aa Meryem şirniyyat yemem. Çips yiyi qusarsan məndən 5 min. Tezərə də gəldi yaxı. Bir dənə. Rabia sen hələ keki qurtarmamışsan. Sen hələ kek sıranı bitirməmişsən ağzındakı. Bitmeyeyim. Davay. Vaxt qazanır birdən. Uduzdu yenə Rabia uduzdu. Rabia bizim köləmiz olacaq bugün. Məryəm hazırsan? Yeyin. Davay. Davay. Elə şey yoxdur, düz deyir. Dəyişdirdin. Bir də. Rabia budu. Rabia arkadaşlar bugün bizim köləmizdir. İlk raundda mən bunları utdum. İkinci raundda da Məryəm Rabia'nı utdu. Ona görə bugünün köləsi Rabia Fərədzadə. Yo, mən gedirəm, bəsdir bu qədər. Ben yemem. Çok kıskanç. Məncə siz də dayanın, çünki ay Allah, şeydir, bəsdir. Həm boğularsınız, həm də ki qusarsınız. Ata deyəcək, mən evdən gedən kimi bu uşaqları ya böyük, kiçik, orta oynatdırır, ya əllə əlsiz oynatdırır, ya da belə boğur uşaqları. Ben bir şey diyeyim. Çıksın açım getir. O çipsini doldur kulokuna. Gəl yığışdıraq buranı, davay. Uşaqlar, mən pet oldum. Bu oyundan sonra gəlmişəm, uzanmışam qonaq otağında, videonu montajlayıram sizin üçün. Bu arada nasıl montajlamışam, gülməli səslər koydum sizin üçün. Nəysə, mədəm bir dənə yanmaq yanır. İndi mən ayırt eləyə bilmirəm, bu Zeydə görə yanmaqdır, yoxsa yediyim çipslərə görə. Çünki dünən axşam Zeydə görə mədəm çox pis yanırdı. Baldızım həmişə deyirdi ki, axırıncı aylara çat, görəcəksən ki, bir dənə mədə yanğısı verir, elə bil ağzından əjdaha kimi od püskürəcəksən indi. Dünən axşam mədəm bir dənə yanmaq yanırdı. Deyirlər güya elə olanda uşağın saçı tüklənir, amma məncə heç bir əlaqəsi yoxdur. Bir dənə yanmaq yanırdı mədəm, dəhşət. İndi yenə o tutdu. Qalmışam burada belə bir böyrü üstə. Heç nə deyə bilmirəm, tərpənə bilmirəm. Od püskürürəm, boğazım yanır bu dəqiqə bildiyiniz. Ona görə dünən də bu arada izləyicilər yorumlarda yazmışlar ki, videonu uzun elə. Ona görə videonu eradan əvvəl başlatdım sizə görə ki, uzun baxasınız. Ümid eləyirəm ki, dəqiqəsindən də, özündən də razı qalmış olarsınız. Birinizi zaten razı salıram, o biriniz qaynanam kimi deyinirsiniz. Dəqiqədən şikayət eləyəni razı sallam, mövzudan şikayət eləyirlər. Mövzudan şikayət eləyəni razı sallam, gülüşümdən şikayət eləyirlər. Qaynanalarım. Nəysə, videonu burada sonlandırıram. Bu evin işi bitmir arkadaşlar. Çox kritik bir vəziyyətdəyim. Zavtraka verirəm, yığışdırıram, təmizləyib qutarana kimi günorta yeməyinin vaxtı gəlir. Günorta yeməyimi pişirirəm, yedizdirirəm, verirəm, yuyuram, yığışdırıram. Pollar çirkənir, polları süpürürəm, silirəm, axşam yeməyin vaxtı gəlir. Ona görə mən gedim biraz evləri paryatkaya salım. Siz də kəndinizə iyi bakın. Sabah görüşərik inşallah. Bəlkə söz vermirəm, amma bəlkə bu videoya yaxşı baxış gəlsə axşam saat 11-də, 12-nin yarısı belə canlı açdım bəlkə neçə gündür, çünki ürəyimdən keçir. Videomuzu bəyəndinizsə kanalımıza abunə olub, like atıb, yorum yazmağı unutmayın. Maçi guçi.